hər vaxtınız xeyir olsun. Mən Rəvanə Asiman, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. Yəni YouTube sinifimə xoş gəlmisiniz. Əvvəlki dərslərimizdə sözün kökü, başlanğıc forması, leksik və qrammatik şəkilçilərlə tanış olduq. İndi isə həmin anlayışlardan istifadə edərək sözlərin quruluş növlərini müəyyən edəcəyik. Bu dərsdə sadə, düzəltmə və mürəkkəb sözlərin necə yarandığını və bir-birindən necə fərqləndiyini aydın şəkildə izah edəcəm. Qeyd dəftərinizi və qələminizi götürün, başlayaq. Əvvəlki dərslərdə olduğu kimi birinci sualımızı qeyd edirəm. 3 sualla bu dərsdə izah edəcəm. Deməli, birinci sualımız sözün quruluş növləri nələrdir? Yəni, əvvəlcə nə sualını cavablandıraq. Sözün quruluş növlərinin nə olduğuna baxaq. Deməli, gəlin elə sözün quruluş növləri ifadəsinə baxaq. İfadəni açaq. Ondan sonra nə olduğunu biləcəyik zaten. Deməli, quruluş nə deməkdir? Quruluş necə düzəldiyi, necə əmələ gəldiyi, necə formalaşması deməkdir. Yəni, sözün quruluşu necə yaranması, formalaşması, yaranması, əmələ gəlməsi, düzəlməsi deməkdir. Deməli, sözün quruluş növləri dedikdə sözlərin yaranma üsuluna görə növləri nəzərdə tutulur. Baxırıq, sözün quruluşu, sözün yaranması. Bu söz necə yaranıb, necə olub? Deməli, sözün quruluş növlərinin nə olduğunu bildik. Daha sonra, nə olduğunu biləndən sonra bizim bilməyimiz lazımdır ki, sözlər quruluş növlərinə görə 3 qrupa bölünür. Sadə sözlər, düzəltmə sözlər və mürəkkəb sözlər. Deməli, hələ ki sadəcə ümumi məlumatları verirəm. Nələri bilməliyik hissəsində daha ətraflı izah edəcəm. İndiyə qədər öyrəndik ki, sözün quruluş növləri nədir və sözlər quruluşca hansı növlərə bölünür. Baxaq, sadə sözlər, adından göründüyü kimi tərkibi sadədir. Yəni, bir kökdən ibarətdir. O sözdə sadəcə bir kök olur. Ola bilər ki, qrammatik şəkilçilər də olsun. Məsələn, yazıram ev, kitab. Yəni, o sözə baxanda sadəcə o sözdə bir dənə məna olan hissə tapırıq. Baxın, məsələn, ayaqqabı sözünə baxın. Orada 2 dənə məna olan söz var. Ayaq və qab. Lakin ayaq sözü ayrıca istifadə olunubsa, sadəcə bir dənə mənası var. Ayaq. Bir dənə mənası deyəndə kök nə idi? Sözün aylıqda işlənə bilən mənası olan hissəsi. Ayaq sözündə mənalı hissə bir dənədir. Amma ayaqqabıda 2 dənədir. Deməli, 2 dənə kökdür. Deməli, sadə sözlər necə sözlərdir? Bir kökdən ibarət olan sözlərdir. Daha sonra düzəltmə sözlər, yadda saxlayın. Bir kök və leksik şəkilçinin köməyi ilə yaranan sözlərdir. O leksik şəkilçidə bir dənə də ola bilər, 2 dənə də ola bilər, 3 dənə də ola bilər, 4 dənə də ola bilər, fərq eləmir. Əsas odur ki, o sözdə bir kök olsun və bir də leksik şəkilçi olsun. Elə adından da göründüyü kimi düzəltmə. Leksik şəkilçilər nə demişdik? Söz düzəldici şəkilçilər. Yəni, söz düzəldici şəkilçilərin istifadə olunduğu sözlər necə adlanır? Düzəltmə sözlər adlanır. Nümunə olaraq yaza bilərik evdar. Ev sözün köküdür, dar leksik şəkilçidir. Yaxud kitabxana. Kitab sözün köküdür, xana leksik şəkilçidir. Mürəkkəb sözlər isə 2 və daha artıq kökün birləşməsindən yaranan sözlərdir. Bayaq dediyim kimi ayaqqabı ola bilər və yaxud ev eşiyi ola bilər, kitab dəftər ola bilər. Baxın, işarəsini belə yazıram. 2 dənə kök var. 2 dənə kökdən sonra artıq leksik də ola bilər, qrammatik də ola bilər və yaxud da leksik və yaxud qrammatik şəkil ortasında da ola bilər. Fərq eləmir. Əsas odur ki, 2 dənə kök mütləq olsun. 3 dənə kök ola bilər.
Mürəkkəb, yəni adından göründüyü kimi sadə kimi bir kökdən ibarət deyil, daha çox kökdən ibarətdir. Nümunə olaraq da yazıram: ev, eşik. Bacı qardaş ola bilər, kitab dəftəri ola bilər, kömək etmək ola bilər. Yəni iki kökdən ibarət olan sözlər mürəkkəb sözlərdir. Baxın, bu 3 dənə növü daha aydın başa düşməyiniz üçün sizlərə bir dənə nümunə deyə bilərəm. Bu şəkildə yadda saxlaya bilərsiniz. Deməli, bir ev düşünün. Sadə sözlər, hazır, belə deyim, təkcə bir evdir. Bir ev düşünün. Hazır olan, içində müxtəlif otaqları olan bir dənə ev. Bu sadə sözlərdir. Düzəltmə sözlər həmin evə əlavə edilmiş yeni otaqlardır. Elə bil ki, o ev olduğu kimi qalır, bir dənə də otaq əlavə edib evi böyüdürük və yaxud bir neçə dənə otaq əlavə edirik. Mürəkkəb sözləri isə iki ayrı evi birləşdiririk, vahid bir dənə, belə deyim, iki evin birləşməsindən vahid bir dənə ev yaradırıq. Bu da artıq mürəkkəb sözlərə nümunə ola bilər. Bu şəkildə yadda saxlaya bilərsiniz. Deməli, bu hissədə mən sözün quruluş növlərinin nə olduğunu izah elədim və sözlərin quruluş növlərə görə hansı növlərə bölündüyünü izah elədim. Sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər, bunların hər birinin nə olduğunu izah etdim. Belə, birinci sualımızı cavablandırdıq. İndi isə ikinci sualımızı qeyd eləyə bilərəm. İkinci sualımız artıq əvvəlki dərslərdən bilirsiniz, nə üçün sualıdır? Nə üçün? Sözün quruluş növlərini nə üçün bilmək lazımdır? Sözün quruluş növlərini bilmək, elə təsəvvür eləyin ki, sözə mikroskopla baxmaqdır. Biz artıq sözə sadəcə söz kimi baxmırıq, onun necə yarandığını da görürük. Əsas mahiyyəti budur. Əsas nə üçün cavabı budur. Yəni sözün necə yarandığını görürük və yaxud da mikroskopla baxmış kimi hiss eləyirik. Mikroskop. Bunu sadəcə metafor kimi deyirəm. Mikroskopun elə bil ki, sözü daha detallı şəkildə incələyirsiniz, baxırsınız. Daha, belə deyim, nə üçün daha fərqli səbəblər tapsaq, nə üçün öyrənməliyik? Sadə, düzəltmə, mürəkkəb sözləri fərqləndirmək üçün, sözün kökünü, şəkillərini daha rahat tapmaq üçün, sözün necə formalaşdığını görmək üçün, testlərdə sözün tərkibi ilə bağlı sualları daha yaxşı həll etməyiniz üçün bu mövzunu bilmək lazımdır. Bu mövzunu biləndən sonra artıq sizə məsələn bu suallar çox asan görünəcək ki, bu sözdə neçə kök var, neçə leksik şəkilçi var və yaxud da bu söz sadə sözdür, ya mürəkkəb sözdür və yaxud da düzəltmə sözdür. Yəni artıq bu sualların cavabı sizin üçün aydın olacaq. Deməli, nə üçünün cavabını tapdıq. Sözlərə mikroskopla baxmaq üçün, sadə düzəltmə mürəkkəb sözləri qarışdırmamaq üçün, sözün kökünü, şəkilçilərini daha rahat tapmaq üçün, testləri daha yaxşı izah eləmək üçün, daha yaxşı həll etmək üçün, sözün necə formalaşdığını, necə yarandığını görmək üçün bu mövzunun əhəmiyyəti böyükdür. Belə, nə üçünü də artıq cavablandırdıq. İndi isə növbəti səhifəmizə keçə bilərik. Növbəti səhifəmiz artıq ən önəmli səhifəmiz olacaq. Daha doğrusu sualımız. Elə bil ki, hər bir sualı ayrı səhifə kimi təsəvvür eləyin. Deməli, növbəti sualımız nədir? Sözün quruluş növlərində nələri mütləq bilmək lazımdır? Yazıram, nələri mütləq bilmək lazımdır. Aha, nələri bilmək lazımdır? Elə bayaq dediyim kimi, birinci məsələ sözün quruluş növləri nə olduğunu bilməkdir. Nə olduğunu bildiniz. Daha sonra sadə düzəltmə mürəkkəb sözlərin fərqləndirməyi bilməlisiniz. Hər birini müəyyən eləməyi bilməlisiniz. Bir də sadə düzəltmə sözlərin yazılışları rahatdır, amma mürəkkəbdə biraz əzbərlənməli hissələr var, qarışdıra biləcəyiniz hissələr var. O hissələri detallı şəkildə öyrənməyiniz lazımdır. Məsələn, bunları öyrəndinizsə, bu mövzu da sizin ən sevimli mövzularınızdan birinə çevriləcək. Deməli, başlayaq. Sözün quruluş növləri nədir? Sözün quruluş növləri sözlərin
necə yarandığı, necə formalaşdığı, necə əmələ gəldiyidir. Və sözlər necə yarandığına görə, necə formalaşdığına görə 3 qrupa bölünür. Sadə sözlər, düzəltmə sözlər və mürəkkəb sözlər. Dedik ki, sadə sözlər bir kökdən ibarət olur. Və ya bir kökə qrammatik şəkilcilər artıra bilərik. Baxın, sadədə belə ola bilər. Qrammatik şəkilci bir dənə də ola bilər, 2 dənə də ola bilər, 3 dənə də, 4 dənə də, 5 dənə də, fərqi yoxdur. Sadə sözlərdə nə ola bilməz? Leksik şəkilci ola bilməz və 2-dən artıq kök ola, yəni 1-dən artıq kök ola bilməz. Baxın, bu ikisi olmaz. Ola bilər bircə kök və qrammatik şəkilcilər. Bunu yadda saxlayın. Sadə sözdə bəzən uşaqlar nədə səhv eləyirlər? Görürlər ki, söz uzundur, düşünürlər ki, uzundursa deməli mürəkkəbdir. Belə deyil. Sadə söz fərqi yoxdur. Uzun olsun, qısa olsun, nə bilim, orta uzunluqda olsun. Ölçüsünün fərqi yoxdur. Sadə sözlərdə sözün mənalı hissəsi, kökü bircə dənə olmalıdır. Və sözdə leksik şəkilci olmamalıdır. Qrammatik şəkilci bəli, ola bilər. Məsələn, sadə sözlərə nümunə yazaq. Məsələn, yazıram masa. Bir dənə kökdür. Deməli, sadə sözdür. Bax, bu masa sözünə lar artırsaq, lar qrammatik şəkilcidir. Ona görə yenə də bu söz sadə sayılacaq. Və yaxud da masamız yazsaq, masamız, masalarımız da ola bilər. Yenə də sözün kökü masadır, mız mənsubiyyətdir, ımız mənsubiyyətdir. Yenə də bu söz sadə söz sayılacaq. Yəni sözdə qrammatik şəkilcinin istifadə olunması onun quruluş növünü dəyişdirmir. Bunları yadda saxlayın. Sözün uzunluğu quruluş növünü dəyişdirmir. Yalnız siz baxacaqsınız kök və leksik şəkilci neçə dənədir və yaxud da kökü neçə dənədir, leksik şəkilci varmı? Varsa artıq o düzəltmə sayılacaq. Sadə sözlərin nə olduğunu bildiniz. Bircə kökdən ibarət olmalıdır. Bir də onda qrammatik şəkilci istifadə oluna bilər. Vəssalam. Bunu da yadda saxlayın. Sonra düzəltmə sözlərə baxaq. Düzəltmə sözlər bayaq izah elədiyim kimi, bax, düzəltmə. Yəni, söz düzəldici şəkilcidən istifadə olunmalıdır. Bax, burada olmaq lazımdır. Mütləq bir kök, bir və ya bir neçə leksik şəkilci. Bax, bir dənə də ola bilər, 2 dənə də ola bilər, 3 dənə də ola bilər, 4 dənə də ola bilər. Fərqi yoxdur. Bundan sonra qrammatik də ola bilər. Heç bir problemi yoxdur. Əsas struktur olaraq düzəltmə olması üçün necə olmaq lazımdır? Kök və bircə dənə də olsa leksik şəkilci varsa, deməli bu söz düzəltmə sözdür. Qrammatik şəkilci olsa da olar, olmasa da olar. Əsas odur. Bunu gördünüzsə və bir dənə kök gördünüzsə, bu nəyin işarəsidir? Düzəltmə söz olduğunun işarəsidir. Məsələn, nümunə olaraq yazıram qapıçı. Qapı sözün köküdür. Qapı sözünə yeni bir şəkilci artırılıb və sözün mənası dəyişib. Yeni söz yaranıb. Deməli, bu söz düzəltmə sözdür. Qapıçılar. Yenə də sözün mənası dəyişmədi. Qrammatik şəkilcidir. Deməli, bu söz yenə də düzəltmədir. Yəni, bir leksik şəkilcidən sonra fərqi yoxdur. Yenə leksik də gəlsə, o düzəltmədir. Qrammatik də gəlsə, düzəltmədir. Fərq eləmir. Əsas odur, bircə kök və bircə leksik şəkilcisi varsa, deməli, bu söz düzəltmə sözdür. Bax, yazıram qapı. Qapı bir dənə kökdürsə sadədir. Qapılar. Qapı sözün kökdürlər qrammatikdir. Deməli, yenə sadədir. Qapıçı. Bir kök, bir leksikdir. Deməli, leksik varsa düzəltmədir. Aha. Qapıçılar yazsaq. Qapıçılar. Baxın, kök, leksik. Leksikdən sonra demişdik, qrammatik gəlsə də heç nə dəyişmir. Yenə də leksik olduğu üçün düzəltmə olur. Deyirsən, qapı gəzdi. Bax, 2 dənə kök var artıq. 2 dənə qapı sözü istifadə olunub.
Bu artıq olacaq mürəkkəb. Düzəltmə sözdə bircə kök ola bilər və bir neçə leksik şəkilçi ola bilər. 2 kök varsa, artıq o söz düzəltmə sayılmayacaq. Elə baxın, buradan başlayıram, yazıram mürəkkəb sözlər. Deməli, mürəkkəb sözdə əsas struktur necə olmalıdır? Ən azı 2 kökü olmalıdır. 2 kökü varsa, bu söz mürəkkəb sözdür. Baxın, burada bir dənə önəmli məqam var. 2 kök varsa, artıq şəkilçinin fərqi yoxdur. İstir leksik, istir qrammatik nə gəlsə, yenə də mürəkkəb sayılacaq. Düşünə bilərsiniz ki, bu sözdə məsələn yazırıq ki, ürəyi açıq. Baxın, açıq sözü düzəltmədə burada leksik var. Düşünə bilərsən, leksik var deməli bu düzəltmədir. Xeyr, ürək sözü ayrıca bir kökdür, açıq sözü ayrıca bir kökdür. 2 kökdürsə, deməli mürəkkəbdir. Əslində çox rahatdır struktur. Bir kök varsa sadədir, 2 kök varsa mürəkkəbdir. Leksik şəkilçi neçə dənə olsa da fərq eləmir. Bir kökdürsə sadədir, 2 kökdürsə mürəkkəbdir. Leksik şəkilçinin sayı bunun sadə və yaxud mürəkkəb olduğunu müəyyən eləmir. Sadə mürəkkəb olduğunu kök müəyyən eləyir. Leksik şəkilçinin olmağı isə düzəltmə olduğunu müəyyən eləyir. Amma əsas məsələ kökün sayıdır. Kökün sayına diqqət edin. Deməli, mürəkkəb sözü də bildik. 2 və ya daha artıq sözün birləşməsindən yaranan sözlər necə sözlərdir? Mürəkkəb sözlərdir. Məncə bunları fərqləndirə biləcəksiniz. Sadə düzəltmə, mürəkkəb sözləri öyrəndik. İndi isə danışaq. Nədən danışaq? İndi isə danışaq bu sözlərin yazılışlarından. Sadə sözlər elə bir kökdən ibarət olur. Orada heç bir çətin məsələ yoxdur. Düzəltmə sözlər yenə də bir kökdən ibarət olur. Üzərinə şəkilçi artırılır. Şəkilçi artırılanda zaten şəkilçi birləşir. Yəni burada qarşılaşacağınız bir məqam yoxdur. Əsas məsələ mürəkkəb sözlərin yazılışıdır. Mürəkkəb sözlərin yazılışında da nələr sizin üçün fərqli ola bilər? Mən bu ekranı həll eləyim. Deməli, qeyd eləyirəm. Mürəkkəb sözlərin yazılışı. Mürəkkəb sözlərdə də nələr sizi çaşdıra bilər? Bəzi mürəkkəb sözlər bitişik yazılır. Bəzi mürəkkəb sözlər ayrı-ayrı yazılır. Bəziləri isə defislə yazılır. Baxın, burada biraz ola bilər. Düşünə bilərsiniz ki, görəsən bu söz bitişik mi yazılır, ya defislə mi yazılır? Burada da qaydaları var hər birinin. O qaydaları öyrənəcəksiniz və salam. Qaydaları öyrənəndən sonra rahat olacaq. Ən asan olanı, sizə ən asan gələni ayrı yazılan mürəkkəb sözlər olacaq. Ayrı yazılanlara həm də nə deyilir? Bura qeyd edeyim. Ayrı yazılan. Bunlar rahatdır. Ayrı yazılan mürəkkəb sözlərə tərkibi mürəkkəb sözlər deyilir. Tərkibi. Yadınızda saxlayın. Əgər sözlər, mürəkkəb sözünün tərəfləri ayrı-ayrı yazılıbsa, necə adlanır? Tərkibi mürəkkəb sözlər adlanır. Nitq hissələrindən, əsas nitq hissələrindən isimlərlə sifətlər demək olar ki, ayrı yazılan növləri yoxdur. Ya bitişik, ya defislə yazılır. Lakin sayların, əvəzliklərin, feillərin, zərflərin ayrı yazılan formaları var. Məsələn, mürəkkəb sayılara yazıram 16. Və yaxud da mürəkkəb əvəzlik heç kim, heç nə, heç nə. Mürəkkəb feillərdə kömək etmək, namaz qılmaq, kömək etmək, namaz qılmaq, yaxşı olmaq. Sonra mürəkkəb zərflərdə bu gün nümunə olaraq yaza bilərik. Yaxud köməkçi nitq hissələrində daha çox görə bilərsiniz ayrı yazılan növləri. Məsələn, həm də, şübhəsiz ki, təbii ki və yaxud da nidalarda görə bilərsiniz. Ay aman. Yəni belə. Siz deməli mürəkkəb tərkibi sözləri harda görə bilərsiniz? Saylarda, əvəzliklərdə, feillərdə, zərflərdə və köməkçi nitq hissələrində.
Bu sözləri də kitablarda çoxlu görmüsüz, qarşınıza çıxıb. Yəni düşünmürəm ki, fərqləndirə bilmərsiniz. Məsələn, hər biriniz bilirsiniz ki, bu gün ayrı yazılır, bu gün bitişik yazılmır, kömək etmək ayrı yazılır, heç kim, heç nə, bunlar ayrı yazılır. Yəni artıq gözümüz öyrəşib görməkdən. Ona görə burada qarşılayacağınız bir məqam olduğunu düşünmürəm. Ayrı yazılan mürəkkəb sözlər bu qədər rahatdır. Əslində hamısı rahatdır, sadəcə qaydasını bilmək lazımdır. Son olaraq təkrar edeyim. Mürəkkəb sözlərin ayrı yazılan şəklinə həm də nə deyilir? Tərkibi sözlər deyilir. Tərkibi sözlər. Bunu da yadda saxlayın. Daha sonra bitişik yazılan mürəkkəb sözlər və defisinə yazılan mürəkkəb sözlər. Bunu əslində baxın, əgər fonetika bölməmizdə orfoqrafiya normaları mövzusuna baxmısınızsa, elə bir dərsimiz var. Baxmısınızsa, bu sizin üçün çox rahat olacaq. Baxmamısınızsa, tövsiyə edirəm ki, o dərsə baxın, o dərsi öyrənin. Çünki o dərsdə bütün orfoqrafiya normalarını izah eləmişəm. Sadəcə mürəkkəb sözlərin yazılışını yox. Bu dərsdə sadəcə mürəkkəb sözlərin yazılışı haqqında danışacağam və qısa məlumat verəcəm. Çünki orada çox uzun danışmışam. Yəni çox uzun dərsdir. Bəlkə də bir saata yaxın danışmışam. Təkrar olmasın deyə bu dəfə daha qısa məlumat verəcəm. O dərsdə necə yadda saxlaya bilərsiniz, hansı üsullarla və bütün nümunələri ilə qeyd eləmişəm. Burada artıq qısa danışacağam ki, rahat olsun, dərsimiz çox uzun olmasın və təkrar olmasın. Tövsiyə edirəm ki, o dərsdə mütləq dinləyin, o dərsin bu hissələrinə baxın, mütləq. Belə, indi yazıram bitişik yazılan mürəkkəb sözlər. Deməli, mürəkkəb sözlər hansı məqamlarda bitişik yazılır? Müxtəlif mənalı sözlərin birləşməsinə yaranıb, bir vurğu altında deyilən sözlər necə yazılır? Bitişik yazılır. Məsələn, bugünkü, üçbucaq, qanunvericilik, hərdəm xəyal, soyuqqanlı. Deməli, müxtəlif mənalı sözlərin birləşməsinə yaranır və bir vurğu ilə deyilən sözlər. Necə yazılır? Bitişik yazılır. Nümunə olaraq yazıram. Bugünkü. Yaxud geri gəlmişkən bugünküdə çox vaxt bu söz səhv yazılır. Bugünkü olmalıdır. Bugünkü yox, bugünkü və bitişik. Və yaxud yaza bilərik hərdəm xəyal. 2 nümunə kifayətdir. Deməli, müxtəlif mənalı sözlərin birləşməsinə yarandı və bir vurğu altında deyildi. Bu birinci məqamdır. İkinci məqam A, H bitişdiricisi və yaxud da B, B bitişdiricisinin köməyi ilə yaranan mürəkkəb sözlər. Bax, bunu gördünüzsə, bu birləşmələri, deməli, necə yazılır? Zaten bitişdiricidir. Deməli, bitişik yazılır. Nümunə olaraq yazıram cürbəcür. Yaxud qaça-qaç. Necə yazılır? Bitişik yazıldı. A, H və B bitişdiricisinin köməyi ilə yaranan mürəkkəb sözlər. Növbəti məqamı isə, bax, burada morfemlər qeyd eləmişdim. Bunu orfoqrafiya normalarında çox uzun qeyd eləmişəm. Hamısını qeyd eləsəm çox uzun olacaq. Bir-iki dənəsini qeyd edəcəm, qalanlarını şifahi deyəcəm. Bu morfemləri gördünüzsə, necə yazılır? Bitişik yazılır. Məsələn, super, sonra zu, ultra və yaxud da audio, avia və s. Bax, deyirəm, təkrar şifahi deyim ki, yadınızda qalsın. Anti, audio, auto, avia, bio, elektro, foto, hidro, makro, mikro, exo, endo, mono, nano, neuro, paleo, poli, psevdo, stero, nə bilim, trans, ultra, vibro, video, zu. Bu istədikləri gördünüzsə, bunlar bitişik yazılır. Nümunə olaraq supermarket qeyd eləyək. 2 dənə qeyd eləsəm bəsdir. Supermarket, avia bilet və s. Yenə də deyirəm,
orfoqrafiya normalarında çox geniş izah eləmişəm. Ona görə burada üzərində çox qalmıram. Bax, hissəcikləri əzbərləyirsiniz, morfemləri əzbərləyirsiniz. Bu morfemləri gördünüzsə, bu morfemlər istifadə olunubsa, deməli həmin mürəkkəb söz bitişi yazılmalıdır. Burada diqqət eləyərsiniz anti məsələsinə. Anti də bəzi məqamlarda defislə də yazıla bilir. Yenə də orfoqrafiya normalarına baxarsınız, orada hansı məqamlar olduğunu qeyd eləmişəm. Belə, deməli, bitişik yazılan mürəkkəb sözlər haqqında bu qədər. 3 dənə məqamı qeyd elədim. Birinci məqam müxtəlif mənalı sözlərin birləşməsindən yaranır və eyni vurğu altında deyilir, bir vurğu altında deyilir, aha bitişdiricisi və burada qeyd elədiyim morfemlər istifadə olunubsa, bitişik yazılmağı lazımdır. Daha sonra defislə yazılan, ekranı şeyləyim. Daha sonra defislə yazılan mürəkkəb sözlər. Hansılardır? Əslində rahatdır. Əgər eyni sözün təkrarıdırsa, eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözdürsə, defislə yazılır. Eyni sözün təkrarı. Məsələn, isti-isti. Yaxud tez-tez. Eyni sözün təkrarı ilə yaranır. Deməli, necə yazılacaq? Defislə yazılacaq. Daha sonra, baxın, yaxın mənalı sözlərin birləşməsindən yarananlar. Yaxın mənalı. Məsələn, yazım, yaxın mənalı. Məsələn, yazıram, dost, tanış. Gül, çiçək. Deməli, sinonim sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər necə yazılır? Defislə yazılır. Daha sonra əks mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər. Əks mənalı. O da hansıdır? Əvvəl-axır, gec-tez, səhər-axşam və s. Deməli, baxın, 3 dənəsi çox rahatdır. Yadınızda qalacaq. Eyni sözün təkrarı ilə yarananlar, yaxın mənalı sözlərin birləşməsindən yarananlar, əks mənalı sözlərin birləşməsindən yarananlar necə yazılır? Defislə yazılır. Sonra bir tərəfi ayrılıqda işlənə bilməyən, bir tərəfi və yaxud da hər iki tərəfi ayrılıqda işlənə bilməyən sözlər. Məsələn, sürsümük. Məsələn, sümüyü bilirik, amma sür nədir bilmirik. Uşaq-muşaq, qonaq-qara bir tərəfi ayrılıqda işlənə bilmir. Bu sözlər də necə yazıldı? Defislə yazıldı. Daha sonraki məqam hissəciklər var idi. Məsələn, qeyri, əks. Burada az idi hissəciklər. Vitsi, eks, elmi, külli, ober, kontur. Baxın, bu hissəciklərin, bu morfemlərin köməyi ilə yaranan mürəkkəb sözlər necə yazılır? Defislə yazılır. Demişdik ki, burada azdır hissəciklər. Bunları əzbərləyə bilərsiniz, amma bitişiklərdə daha çoxdur. Elə o üsulla yadda saxlaya bilərsiniz. Bu az olanları əzbərləyin, yerdə qalanları isə bitişik yazılır. Yaxud hərəsinə aid nümunə yadda saxlaya bilərsiniz. Orfoqrafiya normalarında hər birinə aid nümunə yazmışam. Burada isə sadəcə bir-iki dənə yaza bilərəm. Məsələn, qeyri-adi, vitse-prezident, elmi kütləvi və s. Bu sözlər də necə yazıldı? Defislə yazıldı. Son olaraq qeyd edirəm izafət tərkibləri. Məsələn, izafət tərkibləri nələrdir? Tərcümeyi hal. Elə bir ki, üçüncü nöqtənin söz birləşməsinə oxşuyur. Sadəcə ikinci söz qeyri-müəyyən yer yaldadır.
birinci tərəf isə mənsubiyyət şəkilçisi qəbul edib. Yəni bunu isimləri danışacağıq zaten. Sadəcə indilik yadda saxlayın ki, izafət tərkibləri defislə yazılır. Tərcümeyi hal, həddi buluq yaza bilərik nümunə olaraq. İkinci nümunəmiz həddi buluq və s. Bu sözlər də defislə yazıldı. Məqamlara təkrar baxaq. Eyni sözün təkrarına yaranan mürəkkəb sözlər, yaxın mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər, əks mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər, bir tərəfi və yaxud da hər iki tərəfi ayrılıqda işlənə bilməyən sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər, tərkibində qeyri, əks, vitse, eks, elmi, külli, ober, kontur hissəciklər, morfemləri varsa, bu sözlər defislə yazılır. İzafət tərkibləri də defislə yazılır. Belə, mürəkkəb sözlərin yazılışları haqqında da bu qədər. Deməli, bu dərsimizdə biz sadə mürəkkəb sözlərin nə olduğunu öyrəndik, nə üçün öyrənməli olduğumuzu öyrəndik və sadə düzəltmə mürəkkəb sözlər haqqında daha ətraflı məlumatlar topladıq. Eyni zamanda bu sözləri necə fərqləndirəcəyimizi bildik, bu sözlərin yazılışlarını öyrəndik. Düşünürəm ki, sözlərin quruluş növləri haqqında bu qədər kifayət olar. Əgər hər hansı sualınız olarsa, hər hansı rəyiniz olarsa, mütləq rəylər hissəsinə qeyd edin. Növbəti dərsimizdə isə eyni köklü sözlər haqqında danışacağıq. Mütləq o dərsimizi də dinləyin və artıq 2 dərsdən sonra biz bu bölməni də yekunlaşdırırıq. Bu günlük bu qədər. Xudahafiz.